Bakımızda yenə də pambıq mövsümü başlandı. Diqqət edin, bütün ərazi hamısı belə bir durumdadır. Ağaclardan kopub gələn bu pambıq bənzər belə bir örfəyə bürünüb. Bu bir yuna da bənzəyir, pambığa da bənzəyir. Bunu tənəffüs yolları üçün olduqca mənfi təsiri var. Heç şübhəsiz ki, bu barədə dəfələrlə xəbərdarlıq edilib. Amma heç bir faydası yoxdur. Davam edir problem. Bu belə qovaq çinar ağaclarının bir növüdür. Belə bir pambıq istehsal edilir, necə deyirlər. Bütün günü də ərazidə, küləkli havada sürədə pambıqlar və maraqlı doğramı düşür uşaqların əyləndiyi ərazidə. Aynı zamanda yaşlı insanların oturduğu belə bir söhbətgahların yanında belə bir ağacların olması əlavə problemlər yaradır və nəfəs yolları xəstəliklərinə gətirib çıxaran belə bir vəziyyətlə qarşısının alınması üçün hansısa bir tədbirlərin görülməsinə ehtiyac var. Amma təəssüf ki, davam edir.